Kasmaq daha yaxşıdır. Ona yerlər kasmır. Kasmıyorum. Nasıl kasıntı qrupuq biz? Mən daxil edirəm. Mən kasmıyorum. Sıfır kasıram. Kasır, bana deyəndə kasır. Nədirsə oldu. Yox, ona deyəndə kasır. Qavurma ye bəlkə. Qavurma. 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 Ama bu ne değil? Bağlanmıyor. Food break. Necə də food break? Break. Hep soyuq lava qavurma yazır. Onlardan sonra kişilərə oturaq. İskiysən var, başqa Pepsi, Cola, şalar. 6 toyuq lava qavurma. Amin, içməni istəyirsən şarmamın yanında. Ne kadar verməliyik bəs? Onu Hə, hissə vermirsən, gəl izah edəm. Hüseynin 1500 manatdır. Hə, hə pul. Bunlarla verirsən, bunlarla. Hə, qoy desin axırda. bütün çağırma məndən. Ay, iskilər mənimdir. Aksiyon başladı. Hə, rəqəm deyə alırsınız. Daha ora gələndə kimsə Sən mənə məsələn, verir. indi alsan buranın inşaatları, adi verəcək 10 manat. Üçünü alıb etirsən, verəcəksən 40 manat, 70 manat. Oyunu necə dururlar? Mütəxəssislər yeni iaşə obyekti və bina tikintisi üçün sənə şans gətirəcək bir yer tapıblar. Səndən əvvəl bu şansdan istifadə edən olmayıbsa, onu dəyərləndirə bilərsən. Bunun üçün Azadlıq prospektinə get, başlıqxanasından keçsən 200-mü götürməyi unutma. Xeyirli olsun, qardaş. Azadlıq prospekti sənə saxlar. Oo, yox, səvzə. Mən bir şey ayrılma, bunu çıxarsın. Bir də göstərdən çıxarsın bir şey. Hüseyin. Qəpin altı gedir. 1 2 Kelim çəkəcəm o. 4 5 Allah en zevkli. Ne yapsam? Aa eləmə. LGBT. Saçma görə bullyingə məruz qalıram. Xahiş edirəm mənim üçün susmayın. Xahiş edirəm. Olsun, mən kasmıram. Mən kasan adam deyiləm. prezident olanda bunu Bu Jale Plaza'da 28'də şirkətdir. Marketing, satış şeyi kimizdə. Jale Plaza'da ondan 5'ə, həftədə 5 gün ilk maaş 400 plusdur, sonra artır deyir. Power'dan istifadə etməyin. Çox film var ya, bu nədir? Amma hər şeydə var. How to train your dragon. Oyda o da çıxır ama. Mən də İtaliyada vardım. İnşallah. Harda olasan? İtalya'da. Torino. Torino'da? Mən də Siciliyada olacam. Mən də Siciliyada olacam. Hayırdır? Toxuşum zarafat edir. Məqsədə uyğun zarafat, məqsədə uyğun olmayan zarafat. Sən kim yapıyorsun həqiqi? İştirak elədiyim zirvədə, marketing zirvəsi. Oraya da o şey. Elə-belə yeyirsən, hə? Yəni nə məqsədlə? Öyrənmək də. Nəsə öyrənirsən marketinqə. Mən təşkilat edirəm. Mən məsələn gələ bilərəm. Üstə versinlər də. Burada petopsan. Ha, просто bu kadar adam kısa konuşmur sen. Fiye bu indi qaqam bir idman edir. Soyuqdur da neyini. Kim idman gedir? Kim idman gedir? Düşür hamı götürür. Düşürsən sən. Nədən? Mən Nazimən yeymişəm. Sən bu idman gedir. İdman gedir düşməli deyil də. Mən Nazimən yeymişəm. Mən niyə üşümürəm? Mayka gəlməsin. İdmana gedir düşməli deyil. Adam deyil ama. Oysa mən niyə üşümürəm? Mən niyə üşümürəm? Mən idman getmirəm. O idman gedir üşüyür. Yəni üşüməməlidir. İdman gedir. Bir səbəbi də odur ki, sən üşüməməlisən də. Sənsən. Amma bədənin tüyləri var. Biri var bu, biri var o. Mən idman getsəm üşüməməliyəm. Mən gedirəm idmana, amma Sən üşümürəm. idman getmirsən, yalan danış. Amma özüm məşq edirəm. Ha, nə məşq edirsən? Burada özün, bu rayın kəsat. Fransızlardan bunlar Ya sən bir parça şey. Türklər, Fransızlar. Otur ha, həqiqətən belə, Allah'a köy. Ha, şahid. Ondanmı da? Burada əslində səhv yerə deyirsən, Baxın nələr var burada? Bütün nələr var. Yəni bunları deyəcəm sizə hansı. Qırma. Bu 0.63, bu 0.63 deyən. Bunlar bir dənə də, yoxsa ikisi ayrı-ayrıdır bir şeyin içindəki. Bir şeyin içindəki. Yəni 8 dənə deyil, niyə? Yazır ki, kalori Keyfim vaxtıdır. yeridir, görsəm də lens söhbət gedir.
Aa, Verstappen kim qoş? Nasıl oldu ya? Mobil fon. Bu ne siyah mısın? Ayak ha. Bu star filteri, bu ulduz kimi çəkiləydi. Orada bir tane. Ha? Aa, sigaret çəkirsən. Ha? Baş filəsən. Fiş kamera. Bir də fiş olsa yeyərdi. Fiş ayda. Balık fiş Kameradan ona Yatan balık. Nihat'ı çağır. Sırat fiş koyar, yox ya. Sırat fiş yap abi. Abi də lens çək. Neyse değil. Tez ol. Tez ol. Neyse değil. Rekübe. Lens başdan deyir. Bu neçədə iPhone? Bu ne çiğ aldın Hakan? 15. 6 manatadır bu. Onu aldım. 800 dənə lens var. Bu neçə? Ay indirim almışım. Onun üçün kamerası, 14'ün kamerası necədir? Var idi. Eyni şeydir. Arada olur. Resmi aldı kıymetli. Bundan eyni şeydir pay. Mən alis. Ha? Ne? Buna 6 verirsen. Fərqi var. Ay yox, Özü çox fərqlidir. fərqi çoxdur. Bu kamerasına bax. Eyni şeydir. iPhone 11 də eyni şey. Bununla kilo çəkmək olar ya. Zor bu kamera. Aa, Mən də 11 dəfə. belə bir onu çəkir. Ən yaxşısı yaxşı. Son söndürmüş ama çekiyor. Nihat bunu eləmişdin? Yo, nətər idi o? Papanı mı Var papan krisə uşaqları. Blurluyor da bu nə edir? Ha? Blurluyor da bir tərəf. Yok. Nə edir bəs? Bu başkası. White çəkmir axı bu indi. White Şeyde 0.60. Ayaz iPhone adaptörüm 0.63 sədə white deyil o qədər. Sen? Mən taxa bilmədim Allah. Bura taxdım, telefona taxam mənim. O nədir ki? Taxmısan nəsə? Bax, bunu seçsən. Nə amma ki, abi. Ver telefonu. Buna tax görüm. İstəmədim sənə. Üniversitede mezun. Mən məni seçsən. Sizin ne? Məzun günü hara yedirik? Bizim deyirəm ki, mezunmuş. Dostlarım. Mezun ya. Aydanla. Bir tane biz sıfır. 10 manatımız da var. Buna bir sən də qoyarsan, bax imin də buradan tip Turkish verim atmışsın. Məni seçibdən baxım, sən seçim ver. Görən çəkilirsən. Sen de ki imkan verilmezse zaten bütün gün çekilirsin. Sonra toyuq şinsi və onu oxumaq istəmirəm. Mən bilirdim gələn deyə siz olsunuz. Hara? Tək gedərəm. Məhəmməd. Hara gedirsən mezun paltarı ilə. Tək məni sara yetsin. Hə? Gəlsən? Bilmirəm. Aa, gəlmirsən onda. Geçin erməni. Bana çatan kim bırakırlar minalar razı. Get başımı çağır. Bayaq minanı gördüm axı. Hara gelmek istemiyorum. Ayağında ehtiyatlı. Minanı. Mən əslində milyonerəm, sizi sınamaq üçün 4 il sizinlə dost olmuşam. İşmədiniz. Bir mezun günü birbirimize etiraflar edelim. Bu ne demek? İndi ürən üstündə eləyir. hoşun gelir burada? Denem bile. Deyəcəm, məzun günü deyəcəm. Səbirli ol. Ola bilər, ola bilər. Kəlim vaxtına enin, hə? Demə siqaret alacam. Deyən abi, deyən. Leyte yedir. Səçmə eləysə. Maşa olmazsa. Gəlin vaxta qədər kafe maliyyə pizza aldım. Gələn ilin bu vaxtından verirəm. Denə. Bir dərəcədə smash ayağını çəkin. Ay kafe şoklar. Boş boşa bu. Ne yiyeceksen? Ay kafe şoklar. Boş boşa gəlib götürməyin. Durmayacaq sizdə. Allah, başqa heç nə olmayacaq. Mən yəni şimdi Kasırlar. Bu qalıb belə hara durur? Amma belirlər amma son qurtumunu tüpürcəyim yox. Bu anda yerinde değil. İç. Nə deyim mən sənə heç nə deyəm. elə bildim yeyəcək. No. Sonra bu gün 8 manatdan Litvada nə etmək olar onu çəkəcəyik. Bu gördüyünüz kimi körpü var burada, hansı ki insanlar onun üstünə gəzir. Yəni Azərbaycanda olmayan şeylərdir. Mən çox qəribə gəlir. Və bu da Baltik dənizidir.
Deyilənə görə qış aylarında buransı buzdur. Hal-hazırda biz qışa girməmişik deyə bunu çəkəməyəcəm, amma 5 milyon layıqda bunu da çəkə bilərəm siz üçün istəsəz. İndi 8 manatımız var. 1 saat işləmişəm. Kuryerlik maaşından gedən marketə görək nələr ala biləcəyik. Və siz də aşağıda Azərbaycandakı qiymətlərlə müqayisə eləsəz sevinərəm. Görək ki, arada nə qədər fərq var. Burada turistlər var. Bilmirik artıq hardan gəlir. Gedib soruşacağıq. Görək onlar hardan gəlir. Litvadan nə iş görürlər. Good afternoon, sir. Good afternoon. Hello. Where you how from? are you? I am from. Yüzüllər Azərbaycanlısınız. Siz hansı bölgədənsiniz? Telefonunuz çox qəşəngdir. Nə işlə məşğul olursunuz? Bax, V3 bilirsiniz. V3 alətini bilirsiniz. Yox. Eşitməmisiniz əşəkdir. Yox. Bambalı xələm nə qısal. Eşitməmişəm. V3 Nə nədir? isə müzakirə edirəm. Bu V3-lə görmüsünüz TikTokda trendlər saç çəkirləri. Şey değil. Ben videolar düzeldim. AI-dakı V3 deyirsən? Hətta o hava dayını çəkdi. Kenguru falan videosu. Ay sağ ol, hə. Allah, Aha. ondan promptlar yazaraq. Ondan kino çəkirəm. Gətir bura, gətir bura, gətir bura. İncəsənətdə AI-ya qarşıdırlar uşaqlar. AI ilə olan iş incəsənət sayılmır. İndi 2027-ci ildə Batman çıxacaq da. Nə gözləyirsən o? Elə bilirsən hər səhnə belə. Biri var visual effect. O heç istifadə olunur, amma AI olmaz. Visual effect 80-lərdə də istifadə olunur. Da bir 50 il keçir. Fərqi olmalıdır da. AI olmaz. AI insan əməyinin qarşısını keçir. Benim var. Söz demek. Fırlıktı bu. Bu qədər Hemen soldu diye. Filmlərdə AI-nin istifadəsinə necə baxırsınız? Belə əgər super qəhrəman filmidirsə, yaxşı baxıram. Məsələn, Marvel olanı biz onu görürük, CGI və s. deyirlər də. İndi özünüz bilirsiniz də. Amma belə xüsusi sənət filmlərində və yaxud dram, hansı ki komediya və yaxud romantik filmlərində tamamilə qarşıyam. Bunu deyə bilərəm. Niyə? Niyəsi yoxdur belə. Bu arada CGI ilə effect AI deyil. Bilmədiyiniz şey niyə danışırsınız? Niyə yanlış informasiya verirsiniz? Belə işi indiki zamanda kim düzgün məlumat verir ki, bizə verək? Sizcə eləyə biləcəyiniz ən böyük nailiyyət nə ola bilər? Bu pasiv gəlir mənbə yaratmaq. Məsələn, Məsələn, nümunə bilmirəm, pasiv gəlir yaratmaq. Pasiv gəlir mənbə yaratmaq bir neçə dənə. növbəti 5 il ərzində ən böyük nailiyyətiniz hansı ki düşünürsünüz ki, onu reallaşdıra bilərsiniz? İstədiyim işdə işləmək. Nə işidir o? Mexanik. Mexanik nə? Yarışlardan. Yarışlar, mexanik. Bu cümləni biz birləşdirməliyik, yoxsa necə? Formula 1-dən mexanik işləmək. Bunun üçün nəsə bir yol, plan. Bəli. Siz deyəsən Şimşək McQueenə çox baxmısınız vaxtı ilə. Mən Şimşək McQueenin dəli azarkeşiyəm. Aha, siz bizə biraz spesifik məlumat versəz bunu necə eləyəcəksiniz? Oxuyaraq. Nə oxuyacaqsınız? Mexanika mühəndisi. Harda? İtaliya. İtaliya. Hal-hazırda bildiyim qədərlə ekonometrik adlı bir fəndən böyük problemimiz var. Onu necə həll eləməyi düşünürsünüz? Növbəti 5 il ərzində ən böyük xəyalımız. Böyük ehtimal ki, ən azı bir 5 dənə ölkəyə səyahət. Hansı ölkələr? Vizasız hər hansı bir ölkə. Əfqanistan nəzərdə tutursa yəqin ki. O, bilmirəm, ola bilər. Nihat, sonuncu siz qaldınız. 5 il ərzində ən böyük nailiyyətiniz. 5 il ərzində, sonraki 5 ildə Növbəti 5 ildə. Amerikada full fundingli PhD. Budur. Bu qədər. Bu qədər. Mən sual vermək istəyirəm qısaca. Növbəti sualı Ayaz verəcək bizə. Sağ ol. Bu həqiqətən ciddi soruşacağım bir sualdır. İlk öncə kimdən başlayım? Amindən başlayıram. Amin. Bayaq Ayxan dedi ki, bəs mən xoşbəxt olmaq istəyirəm 5 il ərzində. Bəs səncə çoxlu 5 ildə saydıqlarınızın içində, yəni o uğurlarınıza çatmaqdansa təkcə xoşbəxt olmaq istəyirsiniz, yoxsa ancaq xoşbəxt olmayıb uğurlarınıza çatmaq? Məncə xoşbəxt olmayıb uğurlarıma satsam məncə daha yaxşı olar deyə fikirləşirəm. Hər şeyi əldə edəndən sonra sevgi, qayğı ehtiyacı duymayacaqsınız. Duyacaq. Sual odur ki, istədiyin hər şeyi əldə edəndən sonra belə o prosesdə bir dəstəkləyicinin olmaması səni nə qədər xoşbəxt edəcək? Yəni onun yanında heç kim yoxdursa, nə qədər uğur olur o? Yoxdur, donsuz. Yoxdur, donsuz. Yox, yenə də də. Beş. Demək istəyirəm, özüm cavab vermək istəyirəm. Deyirəm ki, həqiqətən nə qədər uğurlu olursa olaq, həmişə kiminsə sevgisinə ehtiyac duyacağıq. Çox sağ olun. Statın sonu.
Görüşürüz.